Və aleykum assalam. Sual belədir ki, dəstəmaz da və namaz da sürəkli sürəkli unutmaq səbəbi nədir? Əgər bir insan namazda ikən dediyi surənin yaxud namazın rukunlarını edib etmədiyini unudarsa nə etməlidir? Misal üçün Fatihə və bir başqa surəni oxuyursan, sonra isə düşünürsən, görəsən Fatihəni oxudum ya oxumadım. Son zamanlarda belə çaşqınlıqlar çox olur. Ümumiyyətlə, yadda saxlayın ki, unutqanlığın əsas səbəbi kimi alimlər günahların çoxluğunu gətirir. Əgər bir insanda həddindən artıq çox unutqanlıq varsa, alimlər bunun əsas səbəb kimi günahları gətirirlər ki, yəni insanlar günahlar daha çox edir. Ona görə unutqanlığı çox olan insan ilk öncə çalışsın ki, elədiyi günahlardan tövbə eləsin. Elədiyi günahlardan tövbə eləsin və həmçində əgər bu bunda deməli davamlı olursa, namazında da, dəstəmazında olursa, o zaman dəstəmaz alanda və ya da namaz qılan çalışsın ki, yanında kimsə olsun. Yəni, dəstəmaz alanda yanında bir nəfər olsun və bunun dəstəmazına fikir versin. Eyni zamanda da namaz da çalışsın ki, yəni bir təqvalı biri ilə qılsın ki, ona qoşulsun. O qıldığı kimi də bu da qılsın ki, artıq onda vəsvəsə filan yaranmasın. Çünki hər də bu şeylərin təkrarlanması ki, Fatihəni oxudum, oxumadım, bu artıq deməli, bu artıq unutqanlıq olmaya da bilər. Bu artıq vəsvəsə də ola bilər. Və bununla da şeytan həmən insanı yavaş-yavaş uzaqlaşdırmağa çalışır. Ona görə bu şeyləri əməl eləyin Allahın izni ilə və bunlar da sizdən uzaqlaşsın.